Sabah xeyirli olsun, dəyərli izləyicilər, traderlər, həmkarlar, iqtisadçılar. Bugün aprelin 21-idir və dünən nələr baş verdi? Dünən Siqnal kanalında ilk öncə baxaq. Dünən Siqnal kanalında qızılda 4799-da gələn bay gəlirlə nəticələndi. Gümüşdə gələn bay gəlirlə nəticələndi. Bitcoin'da da GP USD-də də, GP Euro USD-də də gələn gəlirlər, bütün əməliyyatlar gəlirlə nəticələndi və dünən son əməliyyatımız qızılda 4823-də idi və bu da nə az nə çox, yəni bugün yəni 4830-a qədər, yəni 10 dollarla bir yüksəliş verdi. Amma əməliyyatdan dərhal sonra hardasa bir 4 dollarlıq gəlir verdi korreksiya verəndən sonra, yəni 10 dollarlıq qalxış bu mükəmməl bir nəticədir. Hal-hazırdakı vəziyyət qızılda, yəni çox güclü bir dəstək xəttinin üstündədir. Yəni 70-dən aşağı formalaşsa, satış əməliyyatlarına yol açacaq. Alış əməliyyatları biz hansı nöqtələrdə alış əməliyyatlarına girə bilərik? Alış əməliyyatlarına yalnız və yalnız yəni erkən alışlar üçün biz 4798-ləri, əsas alışlar üçün isə 4810-ları gözləməliyik. Yəni buna diqqət edin. Yəni bugün bu korreksiyadan sonra, yəni əgər 4770-dən aşağı formalaşmasa, qiymət bugün rahat bir şəkildə 4880-lərə qədər yüksələcək. Yəni bu da bu istiqamətdən ən azından bir 100 dollarla bir qalxış edir. Yəni hal-hazırdakı vəziyyətdə gördüyünüz kimi, yəni çox kritik bir nöqtədədir. Yəni bu yəni trend xətti, trend is my friend. Yəni bu çox vacibdir. Keçək gümüşə. Gümüş neynədir? Dünən gümüşdə də alış əməliyyatlarına, yəni yaddaşları qaldı. 80.400-lərə qədər qalxdı. Bu deyək ki, belə də güclü bir yüksəliş deyildir. Amma diqqətlə baxın, yəni burada üçbucaq vardı, üçbucağı qırdı və aşağı doğru istiqamətdən davam etdirdi. Bugün alışlar demək 79.400-lərdən alışlar gələcək, satışlar isə rahat bir şəkildə siz 78.400-dən verib, yəni qiymətin 77.950-yə qədər gözləyə bilərsiniz. Neftə gəldikdə isə əzizlərim, neft neynədir? Yəni neft bildiyiniz kimi dünən də nəzər çatdırdım. Neft bir türlü yəni bildiyiniz bu gelişmələrlə bağlı, Hörmüz boğazı ilə bağlı, yəni tankerlərin partladılması, saxlanılması, rüsumların alınması, gəlirlərin alınması, raconların kəsilməsi, yəni demək olar ki, nefti yəni idxal edən dövlətlər həqiqətən çaşbaş içindədir. Yəni başlarını itiriblər, bilmirlər, yəni nə etsinlər, nə üçün? Çünki yəni dünən də gəmilərin birinin, tankerlərin birinin İran partlatdı. Və əslində yəni ümumi olaraq yəni İran istəyir ki, qiyməti, neftin qiyməti qalxsın. Bəzi ölkələr istəyir ki, nefti yəni ixrac edən ölkələr istəyir ki, neftin qiyməti qalxsın, amma Amerika buna hələ ki icazə vermir və stabil saxlayır. Bugün çox güman ki, demək 94-15-dən sonra satışlar olacaq. Bu future spotlardır. Alışlar 97-40-lardan sonra verə bilərik. Keçək biz deməli S&P yuxarı doğru istiqamətlə davam etdirir. Yəni gördüyünüz kimi artıq 7217-lərə yüksəlir. Nasdaq artıq keçdi, deməli 26412-ni keçdi və yuxarı doğru istiqamətlə davam etdirir. Biz bunu artıq dəyişirik uşaqlar. Demək biz Fibonacci yerini dəyişdi və hədəf olaraq ən yaxın hədəfi, təbii ki, bu rəqəmlər bizim sistemdədir, 27291-lər. Bu həmin nöqtəyə qalxır. DAX hələ ki, demək ilkin hədəf olaraq 25400-lərə fokuslanıb. DX'lər, deməli Dow Jones-dakı birinci hədəf olaraq deməli 50469-a yüksəlir.
Belə əzizlərim, yenidən biz Bitcoin qaldı. Bitcoin neynədir? Bitcoin dünən biz alış əməliyyatları paylaşmışdıq. Bitcoin gəlirlə nəticələndi. Bizdə Bitcoin-də alış əməliyyatları demək, Bitcoin-də alış əməliyyatları 74.700 idi. 74.700 idi. Qiymət 76 hətta. Deməli 76 500-lərə qədər, 600-lərə qədər qalxdı. Mükəmməl bir nəticə verdi. Bu gün alış və satış əməliyyatları. Alışlar 76 150-lərdən, satışlar isə 75 265-lərdən olacaq uşaqlar. Yenidən biz fokuslanaq qızıla, qızılla görək nələr baş verəcək. Qızıl gördüyünüz kimi hal-hazırda 4785-lərdədir və 4770-lərdən aşağı formalaşsa uşaqlar, satışlar rahat bir şəkildə ən azından bir 20 dollarlıq bir enişlə yaddaşlarda qalar. Bu da 4750-lərə qədər, yəni enməsi gözlənilir hələ ki. Belə çox güclü bir dəstək xəttidir. Baxaq görək nələr baş verir. Özünüzə yaxşı baxın, inşallah görüşmək ümidi.